Videoya keçməzdən əvvəl zəhmət olmasa kanala abunə olub bildirişləri aktiv edin ki, ən son xəbərlərdən xəbərdar olasınız. Bakı şəhəri Cəfər Cabbarlı adına Azərfilm kinostudiyasının ərazisində yanğınla müşahidə olunan partlayış baş verib. Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib. Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirə salınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına Azərfilm kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. Partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur.